Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarında edilən dəyişikliklər hazırda geniş müzakirə olunur. Xüsusilə diqqət mərkəzində olan məsələ vaxtilə xəstəlik səbəbilə hərbi xidmətdən kənarda qalan şəxslərin yenidən tibbi müayinədən keçirilərək xidmətə cəlb olunması ehtimalıdır. Burada əsas yanaşma ondan ibarətdir ki, əgər şəxs müalicə olunubsa və ya sağlamlıq vəziyyəti stabilləşibsə, onun ordu sıralarında xidmət etməsi yenidən qiymətləndirilə bilər. Hərbi ekspert Üzey Cəfərov qeyd edir ki, qanunvericiliyə əsasən çağırış yaşı 18-dən 30-a qədərdir və bu məsələ praktiki baxımdan diqqətlə analiz olunmalıdır. Onun sözlərinə görə, xüsusilə 30 yaşına çatmış və əvvəllər sağlamlıq problemi yaşamış şəxslərin 18-20 yaşlı gənclərlə eyni fiziki yükü daşıması hər zaman real görünmür. Bu isə xidmət zamanı əlavə çətinliklər və hətta risklər yarada bilər. Ekspert həmçinin qeyd edir ki, əgər xəstəlik xroniki xarakter daşıyırsa və ya ciddi olubsa, onun yenidən üzə çıxma ehtimalı yüksəkdir. Bu baxımdan yalnız formal sağalma deyil, real xidmətə yararlılıq əsas meyar kimi götürülməlidir. O hesab edir ki, belə hallarda alternativ xidmət mexanizmlərinin genişləndirilməsi daha düzgün yanaşma ola bilər. Yəni, tam hərbi xidmətə yararlı olmayan şəxslər sosial və ya səhiyyə sahələrində, məsələn, reabilitasiya mərkəzlərində və ya xəstəxanalarda fəaliyyət göstərə bilər. Ümumilikdə isə əsas məqsəd ordunun fiziki və psixoloji baxımdan tam hazır şəkildə komplektləşdirilməsidir. Buna görə də həm tibbi meyarların dəqiqləşdirilməsi, həm də alternativ xidmət imkanlarının artırılması vacib hesab olunur.